Kriminal və əxlaqsızlıq qoxan obyektlərdən biri də otellərdir. 2 gün əvvəl belə obyektlərin birində yarı gizli, yarı aşkar da olsa, çəkiliş aparmağa müvəffəq olmuşduq. Otelə daxil olanda elə bildim Hollywoodun kriminal filmlərinin çəkiliş aparıldığı pavilyona gəlmişəm. Dəyərli dostlar, gördüyünüz kimi gözəl bir otelə gəlmişik. Turistlərə təqdim olunur belə bir nömrə. Amma səsdən heç nə danışmaq olmur təbii ki. Dəhlizdə səsküy salan bu xanımın aqressiyası səbəbsiz değildi. Çünki biraz əvvəl özünün təbirincə desək, bizim kimi şirin müştərilərdən rədd cavabı almışdı. Qadın gəldi, biz qadın çağırmamışdıq. Bildik. Çok şirinsiz. Hə, çox sağ ol. Sizi çok sevdim. Çok şirinsiz, çok. Bu nə istəyir bizdən? Olar bir dəqiqəlik siz çıxasınız, biz çəkilişi bitirək, sonra gələrsiniz. Bunu qoğlayan olacaq ya yox. Əgər bura ayaq yolu demək mümkündürsə, bura ayaq yoludur. Xeyr, mən sənə pul verməyəcəm. Mən sənə pul verməyəcəm. Macal vermir. Çəkilişimizə eləyək. Bu otağın qiyməti 5 manatdır. Elə otaqlar var ki, orada hamam, tualet yoxdur. Amma belə bir ayaq yolu və hamam təklif olunur ümumi istifadə üçün. Orada adam var. Adam da var. Elə bizim adam yoxdur ya. Murad, istəyərdinmi belə bir gözəl nömrədə qalasan? O dərəcədə hoşumda olmayım ki, mən bura gəlim. Yəni burada qalmaq üçün gərək ən azından manyak olasan.